Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ile yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Allahümme ceal hâzel ilme lena ve la hücceten aleyna emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşler. Hoş gördük her birimizi mübarek aydan sonra birinci məclisimizdir. Allah Teala bərəkətli etsin. Bizim üçün, həmçinin dinləyən bacı qardaşlarımız üçün faydalı etsin. Elhamdülillah Allah Teala bizi Ramazan ayını yetişdirdi. Ramazandan çıxdı. İnşallah xeyirlə çıxmışıq. Ümid edirik ki Allah Teala bizi xeyir üzərində etdi Ramazanda. Ramazandan sonra Şavval, elhamdülillah. Allah'a ibadətə həris olanda Şavvaldan da istifadə edirlər. Allah Teala müvəffəq etsin, asanlaşdırsın. Lakin Ramazandan nə qədər xeyir götürdük, Allah bilir. Mömin hər dəfə öz nəfsi haqqında arxain olmamalıdır, daim öz nəfsini qınamalıdır. Əməlləri nə qədər çox olsa da, yenə öz nəfsini qınamalı, öz nəfsini Allahın ona olan nemətləri qarşısında, ona olan yaxşılıqları qarşısında az, təqsirkar görməlidir, günahkar görməlidir. Bu bizdən əvvəlki salih sələflərimizin vəsfə olur. Onlar nə qədər çox əməl etsəydilər belə, yenə də Allaha deyərlər ki, Ya Rab, sən çox rəhmət edirsən, sən çox verirsən, amma biz az edirik sənin üçün. Bütün nemətlər Allah'tandır Subhanahu wa Ta'ala'dan. Muhammed sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Əd-dinun nasihə, din nəsihətdir. Sahabələr deyirlər ki, Limən ya Rasulallah, kimə ey Allahın Rasulü, din nəsihətdir kimə? Yəni səmimiyyətdir. Kimin üçün səmimiyyətdir? Kimə nəsihətdir? Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Lillahi, Allaha və li kitabihi, onun kitabını, yəni Qurana, və li rasulihi, onun Rasulü Muhammed sallallahu aleyhi ve sellemə, və li əmmətihim, və li əymətil müslimin, müsəlmanların imamlarına, yəni alimlərinə, həmçinin başçılarına, və li əmmətihim, həmçinin ümumi müsəlmanlara nəsihətdir. Yəni nəsihət burada nə mənadadır? Səmimiyyətdir. Allaha səmimiyyət, Allaha olan səmimiyyət nə deməkdir əziz qardaşlar? Bir insan Allahla necə səmimi ola bilər? Allahla səmimi ola bilər, ona ibadət edib, heç bir şeyə ona ortaq qoşmamaqla. Allah Teala'nın əmirlərin yerinə yetirib, qadağalarından çəkinməklə. O adam ki, Allah Teala'ya ortaq qoşur, Allaha şirk qoşur, həmçinin Allahın əmir və qadağalarını saymır. O adam Allahla dildə səmimidir, qəlbində səmimi deyil. Səmimi adam odur ki, Allahın əmirlərin yerini yetirib qadağalarından çəkinir. Ən böyük günah Allahı qəzəbləndirən şirkdən çəkinir. Tək ona ibadət eləyir. Gizlində və aşkarda Allahdan həya eləyir. Allahla səmimi olur. Allahın kitabı ilə səmimi kimdir? Alimlər deyirlər bunu, xüsusən Şeyx Fovzan Əviz Allah bu hədisin şərhində danışanda deyir ki, kitabına səmimi, Allah Teala'nın kitabını oxumağı öyrədən, o kitaba hörmət qoyan, o kitabı təzim eləyən. Muhammed sallallahu aleyhi ve sellem hədisdə bildirir ki, ən xeyirli insan kimdir? Kimdir qardaşlar? Ən xeyirli insan, daim eşidirik. Sual. Ən xeyirli insan kimdir? Quran-ı Kərimi öyrənən, digərlərini öyrədən. Bax, əziz qardaş, həmçinin dinləyən qardaşlarımız və bacılarımız, Muhammed sallallahu aleyhi ve sellem xəbər verir ki, Xayrukum, mən təəlləməl Qur'an və əlləməhu. Sizin ən xeyirliniz Quran-ı Kərimi öyrənən, sonra digərlərini öyrədəndir. Bax, gör bu xeyirlilərin içinə sən də daxilsən yoxsa yox. Böyük bir xeyirdir. Bu dünyada Quranı öyrənib, sonra öyrədirsənsə, bil ki, bu hədisin altına düşürsən. İxlaslı olsan, bu hədisin altına düşürsən. Allah Teala'nın kitabına olan təzim həmçinin
kitabına olan səmimiyyət onu əzbərləmək, o kitaba vaxt ayırmaq, o kitabla qalmaq. Allahın kitabı, qardaşlar, elə kitabdır ki, onu günahları tərk edir. O kitaba sarılan insan heç vaxt ondan bezmir, doymursan. Vallahi Quran-ı Kərimi oxuyanda bəzən elə hala gəlib çatırsan ki, ən vacib işin belə səni onu oxumaqdan yayındıra bilmir. Allah onda bərəkət qoyur, Allah onda ləzzət qoyur, Allah onda elə bir dağ, elə bir iman yüksəkliyi qoyub ki, tərk edə bilmirsən onu. Allahdan istəyir ki, Allah Teala nəsib eləsin hər birimizə. Əzəmətli kitabdır, Allah Teala'nın kitabı. Həmçinin Allah Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahın Rasuluna, yəni Muhammed sallallahu aleyhi ve sellem özünə nəsiyyət. Yəni bu nə deməkdir? Muhammed sallallahu aleyhi ve sellem'in nəsiyyət, onunla olan səmimiyyət nədir? Muhammed sallallahu aleyhi ve sellemin gətirdiyini təsdiqləmək. Yəni etiqad eləməlisən ki, o kimin Peyğəmbəridir, kim onu göndərib? Allah Teala. İnnə ərsəlnəkə rəhmətən lil-aləmin. Biz səni göndərmişik, deyir Allah Teala. Rəhmət olaraq. Və ləqad uhiyə iləykə və iləl-ləzinə min qablik. Biz sənə də, səndən əvvəlkilərə də vəhiy eləmişik. Cəbrail aleyhissalam digər Peyğəmbərlərə vəhiy gətirdiyi kimi Muhammed sallallahu aleyhi ve sellem'ə də vəhiy gətirir. Etiqad eləməlisən ki, Allahın Rasuludur, Allahın Nəbisidir, gətirdiyi haqdır. Allaha onun şəriəti üzərində ibadət eləməlisən, onun yolunu öyrənməlisən, ailə uşağa öyrətməlisən. Onun adı çəkiləndə nə eləmək lazımdır? Salavat deməlisən. Bəzi insanlar fikir vermir. Hətta vəsvəsə olur bəzi adamlarda ki, indi məsələn danışan adam 10 dəfə Muhammed desə sallallahu aleyhi ve sellem və yaxud da Rasulullah desə sallallahu aleyhi ve sellem, mən hər dəfə salavat deməliyəm, deyil. Salavat deyil, elhamdülillah, savab qazanırsan. Mən sallə aleyyə salətən sallallahu aleyyə bihə aşıra. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kim mənə bir dua etsə, salavat göndərsə, Allah ona 10 dua edəcək, 10 xeyir dua verəcək. 1, 10 hesabla. Nə qədər biz burada da 80 təkrarlasan, sənin üçün əməl dəftərin iqra kitəbər. Oxuyanda öz kitabı Allah Teala'yla oxu, oxuyacaqsan ki, salavatlar, istiğfarlar, zikirlər, hamısı oradan. Bu gün insan elə bilir ki, məsələn, bəzən elm öyrənən insanlar məsələn, elə bilirlər ki, məsələn, öyrənir, heç nə bilmir. Elm mənəvidir, axı sən istəsən bütün bildiyini ortaya qoyasan, qoya bilmirsən. O, harada sənə lazım olursa, Allah Teala o qədərini orada sənə üçün çıxardır üzə. Elədiyimiz salih əməllər də biz elə bilirik ki, məsələn, görünmür. Görünür. Harada görünür? Allah Teala'nın qatında olan kitabda, Ummul Kitəbdədir, yazılır. Hər birisi. Kim iman gətirib salih əməl edirsə, Allah Teala boş eləməyəcək olan əməllərini. Hər birisinin Allah Teala əvəzini qat-qat verəcək. Həmçinin Muhammed sallallahu aleyhi ve sellemin ona olan səmimiyyətdən, onun yoluna insanları dəvət eləməkdir. Səbirlə, hikmətlə. Necə Allah Teala ona deyir, "Qul hadihi sabili ad'u ila Allah ala basiratin ana və men ittaba'ani." El-ayə. Peki, mən Allahın yoluna dəvət edirəm. Amma tək mən deyiləm dəvət edirəm. Mənim kimilər də var, onlar da dəvət aparır. Muhammed sallallahu aleyhi ve sellem sevənlər, onun yolunu gedənlər, onun gətirdiyi bu tövhidi, bu sünnətin qədrini bilənlər, o dəvətin dünya və axirətdə olan faydasını başa düşənlər, onlar da mənim kimi dəvət aparırlar. Dəvət də Muhammed sallallahu aleyhi ve sellemə olan səmimiyyətdəndir həmçinin. Və sonra buyurur ki, hədisdə Muhammed sallallahu aleyhi ve sellem səmimiyyətdir kimə? Alimlərə. Alimlərə hörmət eləməlisən. Onların qədrini, qiymətini bilməlisən. Xeyir dua eləməlisən. Onlardan danışanda Allah onları qorusun. Hətta elm tələbələri, əziz qardaşlar. Sən bu gün hansısa elm tələbəsi deyəndən misal üçün tutar ki, deyirsən ki, məsələn, Şeyx Qamət, məsələn. Sən deməlisən, ona olan ədəbdən, ona olan hörmətdəndir ki, Allah onu qorusun. Çox az. Amma məsələn, deyəndə Şeyx Fozan hamıdır Həfidəhullah. Ona da olar. Şeyx Fozan Həfidəhullah, Şeyx Rabi Həfidəhullah, İbn-i Bəz Rahiməhullah, bu tələbələrə də deyə bilərsən. Allah onları qorusun.
Allah sayılarını artırsın, dəvətlərinə bərəkət versin. Onlara olan səmimiyyətdən, onlara olan qayğıdan. Gör, necə gecə-gündüz dəvət aparırlar. İnsanları zülmətdən nura çıxarmaq üçün bizi, bizdən sonra gələnləri öyrədirlər. Elhamdülillah, onların da bizim üzərimizdə olan haqqı odur ki, biz dua eləyək. Səmimi olaraq onlara qarşı qeybətlərini eləməyək. Alimlər deyirlər ki, sıravi insanla alimin qeybəti eyni deyil. Alimin qeybəti daha şiddətlidir. Təsəvvür elə ki, sıravi insanın əti zəhərli deyil. Baxmayaraq ki, möminin qeybətini eləmək olmaz, heç kimin qeybətini eləmək olmaz. Haqqına girmək olmaz. Lakin alim daha şiddətlidir. Zəhərli də əti. Yiyəndə ölürsən. Görsən, Abdullah Mübarək nədir, rahiməhullah? Mən istəxafə bil uləmə zəhəbət əxiratuhum. Alimlərə xor baxan, onları söyləyən, təhqir eləyən, adlar qoyan, onları alçaldan, ahirətini məhv eləyəcək. Həmçə başçıları da sən istəsən də, istəməsən də başçını Allah təyin edir. Başçını Allah subhanahu wa ta'ala təyin edir. O da sənə görə yaxşıdır, pisdir, sən xoşlayırsan, xoşlamırsan, alə kulli həl, nəticədə Allah təyin edir. Elə sənə görə. Sən necəsən, sənin üçün elə başçı gəlir. Sən necəsən, Allahın əmir və qadağalarına qarşı yoxla özünü. Alimlər deyirlər, bax özünə, bax ona. Nə yerdəsən, ona görə Allah təala sənə elə o cür başçı göndərir. Hələ Allaha həmd eləməlisən, şükür eləməlisən ki, yaşadığın ölkədə əmin-amanlıqda yaşayırsan. Elə ən böyük səbəbi də başçılardır. Sən evdə yatırsan, rahat yeyirsən, içirsən, ailə ilə, uşaqla gedirsən, gəlirsən, amma ön cəbhədə bilmirsən nə var, nə yox. Nələr gedir, nələr olur, kimlər sinəsini qabağa verib. Sən arxadasan, xəbərin yoxdur. Heç olmasa dua. Dua eləyənlərə da adı qoyur, qəribədir. Birinə məsələn işvərən deyir, birinə məsələn deyir, dövlətə işləyir, birinə deyir, bunlar deyəsən pul alır. Yox, qardaş, vallahi heç nə də almırıq. Elhamdülillah, hər şey pulsuzdur. Duada genişliyidir, rahatçılıqdır. Allah qorusun deməkdə bir şey yoxdur. Allah bərəkət versin, Allah qorusun, hidayət versin, xeyirlərə yönətsin. Bunlar deməkdə nə ayıb bir şey var. Hətta məsələn, sən fikrindən götürsək, müəyyən problemlər var, yenə də dua da, bəddua eləyək, Allah təala daha da məhv eləsin. Allah kömək olsun, Allah islah eləsin. Yəni, səmimi insanın əməli budur. Sonra Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, وَلَعَمَّةِ الْمُسْلِمِينَ Həmçin nəsiyyətdir kimlərə? Ümumi müsəlmanlara. Ümumi müsəlmanlar bir-birlərinə səmimi olmalıdır. Bir-birlərini Allah üçün sevməlidirlər. Bir-birlərini aldatmamalı. Necə Muhammed sallallahu aleyhi ve sellem deyir? Müsəlman müsəlmanı alçatmaz, söyməz onu, təhqir eləməz, onun irsinə toxunmaz. Hətta şər olaraq Muhammed sallallahu aleyhi ve sellem deyir ki, bir möminə öz müsəlman qardaşını alçatması, onu təhqir eləməsi şər olaraq vəsəl. Təsəvvür etsən, hansısa bir müsəlman qardaşını alçatsan, təhqir eləsən, artıq şər eləmiş olursan. Şər. Allah qorusun, şər həmçə zülümdür. Muhammed sallallahu aleyhi ve sellem hədisədir ki, "Əz-zulmu zulmətun yevmel qiyamə." Zülüm qiyamət günü zülmət olacaq. Zülüm qiyamət günü zülmət olacaq. Yahya ibn Muaz Ar-Razi rahimehullah Əhlüsünnə və Cəmaətin böyük alimlərindəndir. Tənbihül Qafilin kitabında gəlir ki, Yahya ibn Muaz Ar-Razi rahimehullah buyurur ki, müsəlmanın müsəlmanla olan münasibətindən danışır, deyir ki, "Liyəkun hazzal mu'mini minke thalathə xisal." Çalış ki, müsəlman qardaşların sənin müsəlman qardaşlarına qarşı səndə 3 dənə xislət olsun. Hər birimiz qardaşlar. Bizə lazım olandır, hər birimizə. İnsan bəzən eşidir, elə bilir ki, bu ona aid deyil, məsələn, başqasına aid deyil. Sən möminsən axı. Sən müsəlmansan, möminsən, hətta Allah nəsib eləsin, bəlkə də muhsinsən. Ən üstün mərtəbəsi Allah bizi onlardan etsin. Hər birimizə ayətdir. Buyurur ki, rahiməhullah, çalış ki, sən öz qardaşlarına qarşı bu 3 dənə xisləti özündə cəm eləyəsən. Əvvələn birincisi odur ki, "İnnəkə illəm tənfəhu fələ tədurruhu." Əgər müsəlman qardaşa fayda verə bilmirsənsə, çalış ona zərər də vermə.
Deməli, fayda vermək lazımdır. Həmçə Muhammed sallallahu aleyhi ve sellem hədisdə deyir ki, mən istata'a minkum ən yənfə axahu fəlyəfəl. Sizdən kim bacarır öz qardaşına fayda verməyi, qoy o faydanı versin. Fərqi yoxdur, o fayda sənin maddiyyatınla ola bilər, o fayda sənin sözünlə ola bilər, o fayda sənin əməlinlə ola bilər. Vallahi qardaş, elə bir müsəlman olar ki, sıxıntıda, borcda, etdiyi bir günaha görə, hansısa bir çətinliyinə görə sənin o maddiyyatın nə qədər çox olur olsun, o anda ona fayda verməz. Amma nə fayda verər? Allah üçün olan nəsihətin, səbirli ol, Allahın qədəridir. Allah sənin üçün belə təyin edib, hər bir işdə xeyri var, İnşallah yaxşı olar. Həmd olsun Allaha ki, Allah təala bundan da böyüyünü sənin başına gətirməyib. Orada heç maddiyyat rol oynamır. Əsas nədir? Sənin ona səmimiyyətin. Bəlkə də həmin anda şeytan onu uğurlanmağa çalışırdı, sən gəldin ona gözəl şəkildə. Səbirli ol, Allah səni görür, eşidir səni, Allahdan qorx, asilik eləmə deməyin, xilas edirsən o şeytandan. Ola bilər, vallahi, çox olur. Yəni, yaşlılarımız daha yaxşı bilirlər. Çox olub belə şeylər. Yəni, səmimiyyət, əlhamdülillah, ən gözəl şeydir. İkincisində buyurur ki, rahiməhullah, İlləm təsurru fələ təğummu. Müsəlman qardaşı sevindirə bilmirsənsə, heç kədərləndirmədən. Lazımdır, gərək sevindirəsən. Alimlər deyirlər ki, insanın köksünün genişlənməsinin səbəblərindəndir ki, qardaşını sevindirsin. Hər cür, nə ilə bacarırsan, nə ilə sıxıntısını aradan qaldırmaqla, çətinlikləri aradan qaldırmaqla, ona nəsiyyət edib imanını artırmaqla, elədiyi əməllərin əvəzində Allah təala onun üçün cənnətdən nələr hazırlayıb, onları ona xatırlatmaqla, Allahın rəhmətindən ona danışmaqla, çətinlikdən sonra o asanlıqlar ki gəlir, onlarla onu sevindirmək, deyib gülmək, hamısı əlhəmdə sevindirir. Amma deyir, bunu bacarmırsansa, kədərləndirmə onu. Kədərləndirmə, əziyyət vermə, əziyyət olmaz. Həmçinin buyurur ki, rahiməhullah üçüncüsündə, İlləm təmdəhhu fələ təzummu. Əgər onu tərifləyə bilmirsənsə, səna eləyə bilmirsənsə ona, heç olmazsa məzəmmət eləmə. Bunlar hamısı fikir verirsiniz, lazımlı xislətlərdir, vəsiflər. Əsl odur ki, tərifləməlisən qardaşı var. Fərqi yoxdur, o var və ya yoxdur. Hətta təsəvvür edin ki, məsələn, sən bir adamın haqqında qeybət eləmsən, Allah hamımızı bu iyrənc vəsifdən qorusun. Çox təəssüflər olsun ki, qardaşlar, istər danışanlar, istər danışmayanlar, Allah hamımızın halını islah etsin. İstəyərək və istəməyərək bu bəlaya düçar oluruq gün ərzində. Allah hamımızı bağışlasın, bu bəladan qorusun. İnsan əslində tərifləməlidir. Qardaşına nə deməlidir? Xoş sözlər. Kim deyir bunu? Allah subhanahu wa ta'ala və qulu linnəsi husnə. Gözəl sözdür. Sən insanlara gözəl söz deyəndə necə deyərlər? Qəlbinə yağ kimi yayılır. Xoşuna gəlir. Səndə sənə qarşı sevgisi oyanır, sənə qarşı rəğbəti oyanır. Hətta ola bilsin ki, qardaş, məsələn, aramızda mübahisə var. O sənə xoşlanmır. Sən elə. Sən get üstünə, sən get salam ver, sən get danış, sən get gül. Səmimiyyət göstər. Ola bilsin ki, Allah Teala nə edəcək? Arada olan soyuqluğu qaldıracaq. وَلَا تَسْتَوِ الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ. Yaxşılığına pisliyin eyni deyil. İdfə billeti hiyə əhsən. Pislik olanda sən çalış yaxşı dəfə. Onu yaxşı uzaqlaşdır. Fəidəl-ləzi beynək və beynəhu ədəvətun kəənnəhu vəliyyun həmim. Yoxsa Allah Teala ki, kiminlə arasında mübahisə var, problem var, anlaşılmamazlıq var. Ola bilsin, nəsə pislik eləsin və yaxud da səhvlik, kövrüqlük, sən əl çəkmə, sən üstünə get. Sən get, səmimiyyət göstər, təvazükarlıq elə, səbirli davran. Allah Teala deyir ki, ola bilsin ki, möhkəm dost olarsınız. Aranız düzələr. O qalxar aradan narahatçılıq, gözəlləşər məsələ, daha möhkəm sevgi olsa olub belə şeylər. Elə indi də olur, əlhamdülillah. Təvazükarlıqdır. Sənin addım atmağın dünyada da, ahirətdə də sənə xeyir gətirir. Dünyada təvazükarlıq, ahirətdə dərəcələri qaldırır Allah Teala. Nərfəu dərəcətin mən nəşə. İbrahim əleyhissalam haqqında Allah Teala danışır ki, biz istədiyimizin dərəcələrini qaldırırıq. İnsanlara gözəl söz demək, xüsusən də qardaşa.
ən gözəl sözləri elə sən qardaşın layiqdir. Amma deyir ki, bacarmırsansa onu tərifləməyi. Hansısa bir əməl görəndə demək olar. Bir şey yoxdur. Maşallah, Allahümmə bərik. Maşallah qardaş, yaxşı bacarırsan. Allah bərəkət versin, Allah daha da artırsın. Allah sənə faydalı eləsin. Allah sənə xeyri artırsın. Allah dəvətlə bərəkət versin. Sözlə bərəkət versin. Bu işi asanlaşdırsın. Sənə daha xeyirlərə müvəffəq eləsin. Burada elhamdülillah, necə deyərlər, heç kimin zəri tökülmür. Əksinə artır. Amma deyir, bacarmırsansa, heç olmasa, pisdən ol. Yaxşı deyə bilmirsən, pis də eləmə. Yaxşını deməməyin ola bilsə, sənə bir ziyan eləməyəcək. Desən, xeyir eləyəcək. Amma deməməyin bir ziyan eləməz. Pisi deməyin sənə zərər verəcək. Pisi deməyin sənə zərər verəcək. Və son olaraq Şeyh Muhammed İbn Salih Əl-Üseymin rahiməhullah buyurur ki, Kullu mən əhsənə iləyik və ləsiyyəmə fiddin. Sənə yaxşılıq edən hər kəs. Dinləyin qardaşlar. Sənə yaxşılıq edən hər kəs. Xüsusilə yaxşılıq dində. Necə yaxşılıq? Və nəsihə. Sənə nəsiyyət edir. Və əmri bil ma'ruf və nəhyə anil munkar. Səndə pisliyi görəndə səni ondan çəkindirir. Və daha yaxşısına səni yönəldir. Allahı qəzəbləndirəni sənə qadağa edir ki, etmə. Etmə. Bu ziyandır. Dünyada da, ahirətdə də. Gəl bunu et. Bax, budur xeyir dünya və ahirətdə. Sənə belə nəsiyyət edir və yaxşılığı əmr edir. Sonra gör nə deyir? Deyir ki, əgər o sənə belə edirsə, hədə yaqtalı minkə ən tuhibbəhu və təvəddəhu. Bu səndən tələb edir ki, onun sənə belə olan müamiləsi, sən onu sevəsən. Qəlbində ona qarşı məhəbbət oyansın. Sonra buyurur ki, o kəslərin əksinə olaraq, sən belə olmalısan, sevməlisən sənə xeyir öyrədəni, o kəslərin əksinə olaraq ki, İdə əntə əmərtəhu bil ma'ruf və nəhəytə anil munkar. Sən ona yaxşılıqdan deyib pislikdən çəkindirəndə və yaxud da onu bir xeyrə dəvət edib, doğru yola yönəldəndə فَإِنَّهُ قَدْ يَحْمِلُ فِي قَلْبِ عَلَيْكَ بُغْضًا. O, sənin ona olan gözəl müamiləyə qarşı qəlbində sənə qarşı nifrət daşıyır. Təsəvvür elə, sən adamı dünya zərərlərindən çəkindirib, ahirətin xeyirlərinə yönəldirsən. Allahın qəzəbindən yayındırıb, qadağa edirsən ona. Allahın rəhmətinə və razılığına aparırsan. Şeyx deyir ki, يَحْمِلُ فِي قَلْبِهِ لَكَ بُغْضًا. Adam qəlbində sənə qarşı nifrət daşıyır. Sonra deyir ki, rahiməhullah, hədə xilaful aqil və xilaful din. Belə adam və yaxud da bu vəsf dinin əksi və sağlam ağlın əksidir. Yəni, ağılsızlıqdır bu. Necə ola bilər? Sənə adam elə bir yaxşılıq eləyir ki, xeyri yenə sənə qaydır. Ona da qaydır. Kuntum xayra ümmətin. Allah təala nə deyir? Ən yaxşı ümmətsiz, xeyirli ümmətsiz. Nəyə görə? Tə'muruna bil ma'ruf və tənhavna anil munkar və tu'minuna billah. Niyə görə yaxşı ümmət olmuşuq, qardaşlar? Allaha iman gətirmişik. Mömin, Muhammed ümməti sallallahu aleyhi ve sellem mömindilər və bir-birlərinə xeyri göstərib pislikdən çəkindirdiyinə görə. Kim ki sənə öyrədirsə, özü də xeyir qazanır. Lakin sən fürsətdən istifadə edib daha böyük xeyir qazana bilərsən. İnsan var, şeyxdir ki, ağılsızdır. Adamın ağlı yoxdur. Ağlında problem var. Xeyir öyrədənə qarşı qəlbində kin, nifrət daşıyır. Həmçinin dinin əksidir. Hətta ayədə Allah təala deyir ki, sizə nə olub ki, nəsihət edən insanları sevmirsiniz. Yəni, sən Allaha şükür eləməlisən. Gecə, gündüz, səhər, axşam, oturanda, duranda Allaha həmd elə ki, dünyanın bir çox yerinə nəsib eləmədiyi xeyir əhlini sən ölkəvə Allah təala nəsib eləyib. Allah təala bizi onların elmindən, ədəbindən, əxlaqından, səmtindən, xeyirlərindən məhrum eləməsin. Allah təala bizi də, evladlarımızı da öyrədən qullarından etsin. Həmçinin Allah təala bizi bu ayənin altına düşən qullarından etsin. Və cəaləni mübarəkən əynəmə kuntu. Bu ayədə Allah təala buyurur ki, İsa aleyhisselam öz qövmünə demişdi ki, harada olursam olum,
Rəbbim məni bərəkətli bir qul elədi. Təfsirçilər deyirlər ki, yəni müəllimən lil xeyr, yəni məni xeyir öyrədən müəllim etdi. Allah Teala bizə onlardan etsin, düzün Allah bilir. İstədim birinci gün elə başlayaq Allahın izni ilə dərslərə. Allah Teala faydalı etsin. Velhamdülillahi Rabbil alemin.